Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən aldığımız məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Atmosfer təzyiqi 753 mm cüvəstunundan 761 mm cüvəstununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% təşkil edəcək. Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 7-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti. Dağlarda gecə 4-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq. Gününüzün uğurlu keçməsi diləyilə Caspian Press fevralın 19-na olan hava proqnozu təqdim etdi.